Əsasında hansı sualı cavablandırmaq olmaz? Kəndlinin oğlu hansı cəhətinə görə atasına bənzəyirdi? Hazır cavab olmasına görə atasına bənzəyə bilər. Çünki mətndə biz görürük ki, birinci dəfə də məmur kəndliyə yaxınlaşıb məsləhət verəndə, kəndi ona cavab verir ki, bir gündə atın neçə addım atır və məmur heç bir şey deyə bilmədən evinə qayıdır. İkinci dəfə də oğlan balaca çəki daşını gətirib ona deyir ki, bəs dağı çək, bizə ağırlığın de, yenə də məmur cavab verə bilmir. Deməli, həm atası, həm də oğlu hazır cavab idi. Məmur olmaqla mülkədar olmaq arasında hansı fərq var? Məmur olmaqla olmaq arasında fərq ondan ibarətdir ki, ola bilər ki, o məmur olaraq uğurlu bir şəxs idi. Çünki qoca yaşına qədər məmur kimi çalışmışdı. Amma mülkədar olaraq biz onun heç də təcrübəli olduğunu görmürük. Belə çıxır ki, məmur olmaqla mülkədar olmaq həqiqətən də fərqlənir. Yəni sən məmur olaraq uğurlu bir şəxs ola bilərsən və yaxud da istədiyin göstərişləri verə bilərsən, amma mülkədar olmaq bunu etmək alınmadı. Kəndli mülkədarın şəxsi asılılığa malik idimi? Burada biz onlar arasında münasibəti tam olaraq görə bilmirik. Yəni kəndli mülkədarın asıllığında işləyirdi, yoxsa ayrıca özü üçün işləyirdi. Yəni bunu mətndə hər hansı bir faktla göstərmək mümkün olmadığına görə cavabımız bu variant olacaq. Keçinin dalınca nə vaxt gəlir və məmur hansı məqsədinə nail olur? Məmurun burada nail olduğu məqsədi mətnin girişində qeyd olunduğu kimi ömrünün qalan günlərini xoş keçirmək üçün məmurluqdan əl çəkib mülkədar olmaq fikrinə düşür və bunu həyata keçirir. Yəni torpaq sahəsi alır, orada yerləşir. Yəni məqsədi bu idi və ona çatır. Qaldı ki, kəndiri nə vaxt gəlir? Burada qeyd olunub ki, axşam. Deməli, həmin günün axşamı kəndiri keçisinin dalınca gəlmişdi. Və bütün suallara cavab tapa bilirik. Yeganə cavab tapmadığımız sual mülkədardan asılı idi, yoxsa yox?